telefon bağlantımız var. Birbaşa bağlantıda bizimlə Realtor Tural əfəndi bizim suallarımızı cavablandıracaq. Tural bəy, salam, sabahınız xeyir olsun. Bakıda satılan milyonluq evləri, bahalı evləri reklam edirsiniz. Bu cür mənzilləri kimlər alır? Alıcıları kimlərdir? Alan var ümumiyyətlə. Sabahınız xeyir olsun. Günə Doğru verilişinin izləyiciləri. Hamınıza gözəl, pozitiv bir həftə arzu edirəm. Təşəkkürlər. Suala görə təşəkkür edirəm. Bəli, Azərbaycanda xalqımıza təşəkkür edirəm ki, ən gözəl əmlakları mənim təqdimat etməyimi istəyirlər, arzuluyurlar və mən də bacardığım qədər səmimi, gözəl təqdimatlar sizlərə təqdim edirəm. Kimlərin aldığına gəldikdə bilirsiniz, hər bir əmlakın alanı da var, satanı da var. Yəni ona görə də o cür bahalı əmlakların da alıcısı var, daha ucuz əmlakların da alıcısı var. Qaldı onların kimlər olduğuna hər bir işdə bir sir olduğu üçün bu məsələdə də biz alıcı, satıcının və alıcının kimliyini biz onu daha gizli saxlamağı həm etika baxımından, sənətimizə, işimizə olan hörmət baxımından gizli tutmağa çalışırıq. Yaxşı, onda heç olmasa bunu deyin, görək. Satdığınız ən bahalı mənzilin qiyməti neçə olub? Yəqin ki, bu sirri olmaz. Bilirsiniz, net olaraq bir rəqəm yadıma düşmür, səhər çağırdı. Ancaq müxtəlif 350 minə də olub, 500 minə də olub, müxtəlif qiymətlər olubdur ki, yəni bu daha böyük rəqəmlər gözləyir. Bazarında hər qiymətə qeyd edildiyi ki, mənzil var. Ona görə də net olaraq yadımda deyil ki, sizə bir rəqəm söyləyim. Bir də Dubayda çox bahalı evlər satılır, hətta onları da reklam etdiyiniz olub. Bəs onları alan olubmu? Dubaydan alıcılarınız varmı? Bəli, təşəkkür edirəm suala görə yenidən. Azərbaycanda əksər imkanlı əhalinin imkanlı təbəqəsi təbii ki, xarici ölkələrdə investisiyaya yatırım edirlər, əmlak alırlar. O cümlədən də bizə də müraciətlər olur əmlak satmaqla bağlı xarici ölkələrdə və olub ki, biz də dəfələrlə əmlak satmışıq öz həmvətənlərimizə. Təşəkkür edirik. Suallarımızı cavablandırdınız. Düz istədiyimiz cavabları vermədiniz. Biraz açsaydınız yaxşı olardı o qaranlıqda. Dövlət sirri kimi nə var burada? Müştəri itirmək istəmir də yəqin. Kimsə eşidəcək ki, Tural bəy hər şeyi açıb tökür, ona görə daha ona reklam verməyəcəklər. Mənim aləm bildi ki, Əhmədin nə bilim 1 milyonluq evi var filan. Ona görə itirmək istəmədi hər halda.